fəxri dünya çempionu Kobra ləqəbli Pərviz Abdullayev bu dəfə gəlmələrin qonağıdır. Mən Pərviz Abdullayev, 31 yaşım var, idmançıyam. Bugün Ağdamdan gəlmələrin qonağı mənəm, izləyin. – 1986-cı ildə yanvar ayının 5-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşam. Doğulduğum kənd orta məktəbində 1-ci sinifə getmişəm. Vətən Azərbaycan, doğulduğum rayon Ağdam. Xoş gəlmişik Ağdama. Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm ey vətən. Düşmənlərimiz tərəfindən işğal olundu bizim kəndimiz, bizim torpaqlarımız. Evimiz olduğu kimi yadımdadır. Kürsülü ev idi, pilləkənlə qalxışan 2-ci mərtəbə, balkonumuzun qarşısında armud ağacı, uşaq idik məsələn, həmin armuddan qırırdıq, oradan yeyirdik. Anam hər səhər südünü sağardı, biz içərdik o süddən. Qonşumuzdan o qədər girib onların gilanlarını yemişik ki, o qədər, uşaqlıda o qədər eləmişik oradan. Çağırır vətən, çağırır ana, mənfur düşməndən qisas almağa. Hələ lap kiçik yaşlarında məktəbdə oxuya-oxuya, məsələn, bazarda belə də hər şey satmışıq, getmişik. Pul qazanmağa istəmişik ki, pul qazanaq. Kulyok satmışıq. O vaxtı var idi də, lap belə əlində tuturdun. Məsələn, mənə vermişlər. Mənim dostum deyəndə ki, bir dayı vardı, yaşlı dayıydı. O vaxtı, məsələn, mənə velosiped də vermişdi. Qaçqın idik və imkan yox, normal bir şeydi. Elə bir şərait yox. Bir dəfə də belə kulyoklar verdi, harca bir 200 dənə də belə rəngli kulyoklar o vaxt təzə çıxmışdı, üstündə Bakı yazılmışdı, indiyə kimi yadımda sarı rəngdə. Verdi ilə qardaşımla bunlar götürüyor, gedək bunlar sataqda, boş-boş pul qazanmaq lazım. O vaxt elə, mən deyərdim ki, birinci işim belə başlayıbdır. Ağdamdan gəlmə olan dünya çempionu Pərvizin həyatı heç də asan olmayıb. Uşaq vaxtından zəhmətə öyrəşən Pərvizin gördüyü işlər sizi də təəccübləndirəcək. Deməli Pərviz, idmançı olmadan əvvəl, sənin bütün bu nailiyyətlərin, dünya çempionu olmamışdan əvvəl sən bax gördüyümüz bu restoranın təməlini qoyanlardan biri olmusan. Nə mənada? Yəni daşı-daşın üstündə, sözün əsl mənasında daşı-daşın üstünə qoymusan bu restoranda. Zəhmət çəkmişəm buna. Zəhmət çəkmirsən, zəhmətin az olmayıb. Tikinti işləri ilə yaxşı məşğul olub. İlk işlərindən biri olub, elə deyilmi? Bəli. Demək belə deyim də, mən idmanda lap kiçik yaşlarından başlamışam, 12 yaşından başlamışam. Lakin ara olmuşdu ki, mən tamamilə idmanı buraxmışdım, az önce qeyd eləmişdim. Tamamilə idmanla, elə deyim də, uzaqlaşmışdım idmandan və həmin vaxtlarda da mən işlərlə məşğul oldum. Gah maliyyəli işləmişəm, gah tikintidə işləmişəm. Belə də hər bir işlərdə, xırda işlərdə, belə də zəhmət çəkmişəm. Bu işlərdən də mən deyədim birincisi, səhv eləmirəmsə 2006-cı il idi, səhv eləmirəmsə. Burada işlədiyim vaxt. Bəli. 2006-cı il. 2005-ci il idi, mən səhv eləmirəmsə. Burada tikintidə, mən deyim, bünövrəsi qazılırdı hələ. Bunun bünövrəsini atmışsan. Yəni ilk dəfə yadımdadır mənim. Bünövrə qazılırdı. Onda biz burada işləyirdik. Hələ dostum vardı, o da bizlə işləyirdi. Məsələn, orada bir dəfə kvaltı vurdu mu öz əlinə. Yadımdan çıxmır da mənim o şeylər. Çox belə ağrıdı əli. O da dedim, mən bunu işləyirəm. Çətin işdir, özüm özümə deyim ki, çox çətin işdir. Amma zəhmət görmüşəm də burada. Amma belə deyək də. Bir aydan çox işlədim. Burada bir aydan çox işləmişəm. Bünövrə də tökdük, hazırladıq. Buranın təməlini bizim Pərviz qoyub. Ağdamın işğalı gözünün önündən getməyən Pərviz o illərdə yaşadığı hissləri bizimlə bölüşdü. Çətin xatirələrdir. Məsələn, ilk atəş açıldığı zaman mənim o yadımdadır ki, uşaq olsam da inanın ki, hər şey olduğu kimi, tam olduğu kimi, yüzlü kimi yadımdadır. İlk demək bomba atıldığı zaman, o vaxtı anam bizi qucağına aldı. Qardaşım məndən çox balacaydı. Olardı bəlkə də mənim 5 yaşım ilk atışmalar olduğu zaman. Biz evə girirdik, ya padvala düşərdik, həmin anlarda, həmin vaxtlarda. Biz elə bir vaxta çıxdıq ki, kənddən artıq tamamilə də
deyərdim ki, erməni çox yaxında olduğu, məsələn bizim Xıdırlı kəndi ilə Yaslı kəndi yan-yana idi, çox yaxın idi. Biz evdə idik, yəni oturmuşduq, müharibə gedirdi, normal bir şey idi artıq bizim üçün o. Babam girdi içəri ki, rəhmətli, yəni girdi içəri ki, aynen oturmuşsunuz, erməni artıq şeydədir, Xıdırlıdadır, siz oturmuşsunuz yarım saatlıq 20 dəqiqə yolunda belə bir şey. Yəni çıxmaq lazımdır. Belə bir şeylə biz artıq o vaxt hər şey olduğu kimi qaldı evdə, nəyimiz var. Biz sadəcə özümüzü götürüb çıxdıq oradan. Doğulduğun kəndə baxmaq həqiqətən də pisdir. Yəni nə mənada pisdir, yəni biraz pis hisslər yaradır insanda ki, niyə orada yoxsan deyə. Biz hal-hazırda yəni Qiyaslıya tərəf baxırıq. Bu Qiyaslı hardasa bu hissədə yerləşir. Yəni mənim doğulduğum kənd, anadan olduğum kənd, deyək ki, 7 yaşına qədər yəni yaşadığım kənd. Hal-hazırda mən ona uzaqdan baxıram, kənardan baxıram. Salam, yorulmayasınız. Biz gəlib çıxdıq, Pərvizin növbəti iş yerinə, məşğul olduğu. Pərvizin doğrudan da bura gəlib istirahət edən və Şadlıq Sarayında iştirak edən insanlara qulluq. Bu özü də bir mədəniyyətdir, özü də bir ağır bir işdir mən deyim. Çünki hər kəsin fərqli-fərqli insanların xarakterinə uyğun onlara yanaşma var. Elə deyilmi? Bəli, bəli. Yəni orada sən güləviz olmalısan, biraz yəni hər insanın xarakterinə düşməlisən. Tutaq ki, o başqa cür xarakterdə, sən o xarakterdə olmalısan. Yəni hər bir insanla onun dili ilə danışmalısan. Gəlir də belə dayanırdı, bax Pərviz, belə. Doğrudan mən bilmirəm, yəni mən özümə demirəm. Çünki mənə bilmirəm, baxmadı, fərqli insanlar, xarakterli insanlar, biri acı danışır insana, biri şirinlə danışır. Baxmadı, yəni hər kəslə fərqli-fərqli danışmaq çətindir, onlara qulluq eləmək çətindir. Çox çətindir. Hə, necə deyirdi ona, necə? Dinlədim, doğrudan mənim maraqlıdır. Məsələn, nə yeyəcəksiniz, nə var məsələn birinin? Menyuda nə var? Yox, pervi nədir? Pervi nədir, elə deyirlər, hə. Hədə nə var, məsələn, pervi budur. Yeməklər tanıyırsan hamısını? Bilirik də, Mən deyirəm, müştəriyəm, deyirəm ki, sizdə nə var yeməyə? Pervi yoxsa staroy? Aha, əvvəlcə gəlin isti yeməklərdən başlayaq. Yox, pervi yeyəcəksiniz. Pervi yeyəcəm. Pervidə var, məsələn, suf var, toyuq supu var. Daha uyğun olsun, deyək. Aha, nə var perviyə? Pervi deyəndə ki, isti yeməklərdir. Yox, sulu yeməklərdir. Sulu yeməklər, aha. Nə var? Pervidə toyuq supu var, bulyon var, ərişdə var. Bəs siz nə məsləhət bilirsiniz? Mən sizə toyuq supunu məsləhət görürəm. Toyuq supunu məsləhət bilirsiniz, şorbası, toyuq şorbası. Toyuq şorbası. Bəs ikinci yeməklərdən? İkinci yeməklərdə kabablarımız var. Şəllə, xan kababı, bastırma. Amma bastırma məsləhətlidir. Məsləhətlidir. Yaxşı, siz deyən olsun. Alındı bizdə. Həmişə istəmişəm ki, tanınmış olam. Mən tanınam, məni tanısınlar. Belə bir həmişə içimdə belə bir istək olubdu. Və bu istək də şükür Allaha ki, idman tərəfdən alındı məndə. Kung Fu idman növü ilə başlamışam. Uşusanda idman növü ilə başlamışam. Azərbaycan Kobra Abdullayev Palaviz. Döyüşləri kimi ləqəbi ilə də çox sevilən Pərvizin niyə məhz Kobranı seçdiyi yəqin ki, onu sevənlərə maraqlıdır. Kobra ləqəbi 2007-ci ildə kanallarımızın birində yəni döyüş layihəsi keçirilirdi. D8 layihəsi vardı ki, burada 8 döyüşçü, yəni reklamlar gedirdi. Belə bir peşəkar yarış təşkil olunmuşdu. Və burada da hər kəs özünə ləqəb seçməlidir. Yəni bizim idmanda belədir ki, yəni seçməli, yəni vacib bir şey yoxdur, amma yəni olsa daha maraqlı olur da belə, yəni istər dünya arenasında, istər Azərbaycanda. Mən özümə
həm oxşadıram, mən risk zərbələrim var, yəni gözlənilməz anda zərbələr vururam. Həm də Sylvester Stallone'nin filmi var, bilmirəm baxmısınız yoxsa yox. Kabriolet orada Kobra olur. Məsələn, o yadıma düşdü. Elə oradan da 2007-ci ildən bütün hər kəs məni Kobra Pərviz olaraq tanıyır. Çox gözəl və mehriban ailəsi olan Pərviz məni ailəsi ilə tanış elədi. Yoldaşımla tanışdığım, mənim yoldaşım qohumumdur. Biz mama deyirik Ağdam zonasında, mamam qızıdır, bibi qızıdır da, yəni atam bacısı qızıdır. Xoşuma gəlmişdi həqiqətən də. Elə oldu, çox xoşuma gəldi. Mən deyərəm ki, yəni belə indi çox adam inciyəcək qohumlar arasında da elə bizim nəsildə gözəl qızlardan biri də odur. Elə oldu ki, xoşuma gəldi. Yəni bir görüşürdük. Məsələn, bilirdilər də artıq nəsildə gördü. Səhv eləmirəmsə 3 ilmi, 4 ilmi yəni belə nişanlı qaldıq. Artıq vaxtı çatandan sonra artıq evləndik. 2010-cu ildə toyumuz oldu. Artıq 6-7-ci ilə keçmiş ki, biz evliyik. Yəni bir dənə də oğlumuz var. Biz gəlib çatdıq Pərvizin yaşadığı ünvana. Pərviz burada yaşayır, amma bildiyimə görə məhz bu ev, yaşadığın bu ev Pərviz sənə çox önəmlidir. Bəli. Çünki öz belə deyək də, öz zəhmətinə görə, yəni öz gördüyün nailiyyətlərə görə bax bu ev sənə mükafat kimi verilib. Eşitmişəm ki, mənim vaxtımda deyiblər ki, Pərviz asan döyüşlər odur, gedir. Məsələn, belə var, hər bir sahədə var bu şey. Yəni idman sahəsində də var. Çox danışırlar ki, məsələn, Pərviz gedir, asan döyüşlər odur, belə deyil. Yəni şükür Allah, mənim döyüşlərim hamısı YouTube-dadır. Necə çətin döyüşlər olduğunu, necə güclü rəqiblərlə döyüşdüyüm məlum olur orada. İstəməyən çox olur ki, məsələn, 5 nəfər istəyirsə və onun məsələn 7-si istəmir. Məsələn, yaxşı danışırsa 3-ü, ikisi yaxşı danışmır. Belə şeylər olur. Crazy, do the mambo like a crazy river. Biz gəlib çatdıq, söylədiyimiz kimi mənə tərəf yox, o tərəfə idman zalına, hansı ki Pərviz burada idman edir, amma kimi gördük burada? Füzuli müəllimi gördük Musayevı. Necəsiz? Yaxşı. Yaxşısınız. Siz də burada məşq edirsiniz Füzuli müəllim. Hərdən birdən. Bir dənə söz var, deyir, oğlum axtardım, dostumu tapdım məsələsində. Biz Pərvizdən buradaydı, gəldik, çəkilişimi Füzuli müəllimi gördük. Nə yaxşı. Pərviz, mən harda, Pərviz orada. Pərviz harda, mən orada. Sizdə də kickboksingdir. Yox, məndə şək döyüş növləri ümumiyyətcə hamısı oxşardı. Ona görə. Biz Pərvizlə ayaq məşqləri keçirik. Ayaq daha çox, məşqləri. bəli. Pərviz tək işləmir də, yəni onun üzərində çox adam çalışır ki, layiqincə təmsil edə bilsin. Crazy, do the mambo like a crazy river. Mən həqiqətən də Füzuli müəllimin pərəstişkarı olmuşam. Yəni bildiyimiz kimi 90-cı illər, yəni Füzuli müəllimin əfsanəsi olub da həqiqətən də hamının yəni pərəstişkar etdiyi idmançılardan olubdu. Dünyakən mən udmuşdum Rusiyada. Oradan da bir 10 gün sonra getdim Türkiyədə böyük döyüş udmuşdum. Fox TV-dən canlı gedirdi bu döyüş. Nəsə dedi durmuş sərhədçidə şey gedirdi, yarış gedirdi. Gördüm Füzuli müəllim çıxdı. Mən xoşum gələn idmançı olub da həmişə pərəstişkar edirdim. Dedim mənim də yanımda məşqçim vardı, Mehman müəllim, həm də dostumdur. Dedim mən Mehman gedirəm, görüşəm də müəllimlə. Maşına yaxınlaşanda bir də gördüm ki, bir cavan oğlan mənə yaxınlaşdı və salamlaşdı mənimlə. Qayıtdı ki, müəllim, mən kickboksçuyam, istəyərdim sizinlə tanış olmağa. Kobra deyilmi sənin ləqəbin? Dedi, bəli. Dedim, yəni səni tanıyıram və döyüşün də xoşuma gəlir. Beləliklə tanış olduq və elə sonradan dedim ki, gələrsən yanıma, bir söhbət eləyirik. Elə gələndən sonra da biz vaxt təyin elədik və o vaxtdan sonra biz məşqlərə başladıq. Pərvizin atasıdır. Adınız nədir? Amil. Amil müəllim. Heç bilirdiniz ki, oğlunuz bax
bu cür güclü. Özünüz də güclüsüz belə. Yox ki. Ağlınıza da gəlməzdi, hə? Oğlunuz bax bu cür dünya çempionu olacaq, fəxrimiz olacaq. Filmlərdə görmüşdük hər zaman. Bunu belə bağlayırlar, səhv eləmirəmsə, yox? Bəli. Ağırdır, çox ağırdır amma. Ay, onu daşımaq var. Bu World Champion, dünya çempionu. Elədirmi? Dünya çempionidir, bəli. Bunu harda veriblər sənə? Bunu Belarusiyada. Ailəcanlı idmançımız bizə bir balaca həyat yoldaşından şikayət elədi. Yoldaşım həqiqətən çox qısqancdır. Mən təc deyirəm ki, həddindən artıq qısqancdır. Bəzən düzdür, amma telefona məsələn baxmaq belə şeylər yoxdur. Məsələn, məndən icazə aldığı anda məsələn deyir ki, icazə olar telefona baxım. Verməsəm inciyə, çox inciyə. Verməsən şübhələr yananları verməlisən, məcbursan. Həm gec barışandır. Biraz mənim də həyatım şeydir, mən idmançıyam, çox vaxt ayıram, elə olur ki, çox vaxt ayıra bilmirəm, məsələn, bundan inciyirlər. Yarış qabağı olur, aqressiv oluram, əsəbi oluram. Bir-birimizi yola veririkdə, artıq 7 ildirsə demək ki, münasibət yaxşıdır. Əslində çox xoşum gəlir, doğrudan da. Baxın, görürsünüz, düz ağırdır mənim üçün deyil, amma belə bir nailiyyətlər qazanıb gələn idmançılarımız var. O qədər fəxr edirəm. Görürsünüz, bizim belə oğullarımız var, bizim belə Azərbaycanlı, o Azərbaycanın ki, bayrağını elə qaldırır sizə. O həmin an çox gözəl andır. Həqiqət o anı yəni dilə gətirmək və heç kim o anı belə deyəndə nə anlata bilər, nə deyə bilər, nə danışa bilər, nə o haqda bir söz deyə bilər. Yalnız və yalnız hiss eləmək lazımdır o anı. Mənə maraqlıdır. Görəsən Kobra Pərviz həyatda necə? Davakardır ya yox? Məsələn, olub ki, üst dost olmuşuq, oturmuşuq, ilişiblər bizə də. Həqiqətən də ilişiblər də bizə. Elə bir dəfə keçmişik, səbr eləmişik ki, yox, nə lazım deyil də yola verək keçsin, amma yenə də ilişiblər, Axırda yaxşı olmayıb onlar. Sən bir 3 nəfər biz olmuşuq, 6 nəfər onlar olubdu. Çox pis. Çox pis döymüşük. Balaca Yusuf əvvəlcə utancaq davransa da, yarım saat keçməmiş öz məharətini göstərməyə başladı. Kobra Yusuf. Ay Kobra Yusuf. Adın Kobradır sənin. Kobra nə deməkdir ki? Hə, kobra nədir? Bir də mənə başsa. İlandır, hə? Belə pıs. İndi bu ki mənə vurur. Çox sağ ol. Əl ağırdı amma. Qadaş. Özü də toskiyə vurur, düz buruna. Qurbanın burnumu təzə operasiya eləmişəm, işin olması mən. Sən demə, bu balaca Instagramın fenomeninə çevrilib. Özünün seçdiyi zövqündə olan mahnılar, məsələn, Mir Yusifin mahnılarını daha çox dinləyir. Məsələn, qulaq asır, məsələn, replər də, deyək ki, replərə məsələn qulaq asır. Deyərəm ki, özünün mövqeyi harasa ora olsun. Amma mənə elə gəlir ki, məsələn, boksa daha çox meyillidir. 1, 2, 3, bassa. Başla. Kim xamdır, kim azdır, azdır. Həzi bizə azdır. Yaş üstüne yaşardı, həsrətin gözlərimi yaşardı. Axırıncı dəfə 94-cü ildə mən buradan çıxandan birinci dəfədir ki, 94, indi də 2017, yəni birinci dəfədir ki, mən bura gəlirəm. Artıq üstündən 13 il keçmiş və mən buradayam. Biz burada siniflərdə yaşayırdıq. Yəni elə bir hərə bir sinifə girmişdi. Orada özü üçün yəni yaşayış qurmuşduq da. Hər bir şeyimiz rayonda qalmışdı. Televizor almışdıq biraz belə. Yəni özümüz üçün yaşayış qurmuşduq. Çox yəni xatirələr zamanları burada. Azərbaycan Kickboks Federasiyasının və Federasiyasının zakir prezidenti millət vəkili Adil müəllim Əliyevdir. Onun elə bir səy nəticəsində, yəni həqiqətən də Azərbaycanda çox inkişaf elətdirilir bu idman. Pərviz Abdullayev çox perspektivli, əzmkar, zəhmətkeş,
və istedadlı idmançılardan biridir. Çünki Pərviz Abdullayevin bugünkü nəticələri onu göstərir ki, artıq Pərviz Abdullayev tək Azərbaycanda yox, tək Türk dünyasında yox, Pərviz Abdullayev dünyada tanınır. Qarşıda məni böyük bir yarış gözləyir ki, Azərbaycanın növbəti böyük təntənəli yarış olacaq. İslam oyunları, yəqin bilirsiniz, may ayında təşkil olunacaq bu yarışda. Mən kickboks idman növündən deyil, digər idman növündən, Uşu-Sambo idman növündən Azərbaycanı orada təmsil etməyim gözlənilir. Hal-hazırda mən milli komandanın tərkibindəyəm. Niyə mən saçımı yığıram? Çünki indi istəyərdim mənə bir-iki dənə hərəkət göstərsin. Əlcə giyinim. ATV kanalına öz təşəkkürümü bildirirəm və bu kanalda yayımlanan Gəlmənlər rubrikasına minnətdarlığımı bildirirəm ki, yəni mənim görünməyən tərəflərimi göstərdilər bütün Azərbaycana, yəni bizi izləyənlərə çox sağ olun, minnətdaram sizə. Gənc olmasına baxmayaraq Azərbaycanı layiqincə təmsil edən Kobra ləqəbli Pərviz Abdullayevin həyat hekayəsindən bu qədər. Gələn həftə qonağımız kim olacaq? Bax, bunu düz bir həftədən sonra biləcəksiniz.